Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə azalır. Onlar gələcəkdə bu hüquqdan istifadə edə bilməyəcəklərini düşünür və sosial ödənişlərə maraq göstərmirlər. Əksəriyyət fərdi maliyyə planlamasına üstünlük verir. Bildirilir ki, bu meyl əmək bazarında qeyri-rəsmi məşğulluğun artmasına və pensiya fondlarına daxil olmanın azalmasına gətirib çıxaracaq. Gənclərin pensiya sisteminə inamsızlığı hansı iqtisadi nəticələrə səbəb ola bilər? News 24 xəbər verir ki, Qlobal İnfoza danışan iqtisadçı Pərviz Seydarov deyib ki, gənclərin mövcud sığorta pensiya sisteminə inamsızlığı təbiidir. Bugün sosial ehtiyacların və tələblərin sayı çoxdur. Bunlar pensiya yaşı məsələsinə dair hər hansı bir kompensasiya və ya tədbirə maraq yaratmır. Nəticədə həm sahibkarlar, həm də vətəndaşlar üçün qeyri-legal məşğulluğu geniş şərait yaranır. Sözügedən tendensiya məcburi dövlət sosial sığorta ödənişlərinin həcminə təsir göstərir. Könüllü sosial sığorta ödənişlərindən danışmırıq, çünki bu hələ ki yoxdur deyə ekspert bildirib.